Gəldiyimiz bu məscid Kufa məscidinin və Kufa şəhərinin ərazisi sayılır. Məscid o qapıdan keçəndən sonra məscidin hökmü başlanır. Bura isə məscidin çöl hissəsidir ki, bu yerdə 3 dənə qəbir var ki, 2 o tərəfdədir, günbəzin altındadır, Müslim İbni Əqil və Muxtar Səqəfi. Bu tərəfdə, bu qapıdan kişilər, o tərəfdən isə xanımlar daxil olacaqlar. Şeyx Hani İbni Ürvədir ki, Məsəsilər qəbiləsinin başçısı olub və İslamın şiəliyin inkişafında böyük əziyyəti rolu olan şəxslərdən biridir və Müslim İbni Əqili öz evində gizlətdiyinə görə İbn Ziyad onu şəhid elədi. Və Muxtar Səqəfi haqqında da yetərincə məlumatımız var ki, Muxtar Səqəfi Əhl-i Beytin aşiqlərindən olub və İmam Hüseyn əleyhissalamın şəhadətindən sonra, Aşura hadisəsindən 5 il sonra İmam Hüseyn əleyhissalamın qatillərindən bir hamısından qisas alıb. Və sual edə bilərsiniz, bəs Muxtar Səqəfi Kərbəla hadisəsində nə üçün iştirak edəmədi? Niyə o sağ olduğu halda Kərbəla hadisəsində iştirak eləmədi? Tarix yazır ki, həmin vaxtı Muxtar Səqəfi zindanda həbs həyatı keçirdirdi. Ona görə həmin vaxtı Kərbəlada iştirak edə bilmədi və zindandan azad olandan sonra gəldi, İmam Hüseyn əleyhissalamın qatillərindən qisas aldı və sonda Həzrət əleyhissalamın şəhadətə getirildiyi yerdə Muxtar Səqəfini də şəhadətə getirdilər və mübarək qəbri bu günbəzin altında Müslim İbni Əqilin qəbrinin yanındadır.